Lənkəran. Bir tərəfdə əzəmətli Talış dağları, digər tərəfdə mavi Xəzər dənizi. Dünyada bunları görmədən ölməyin. Dünyanın ən möhtəşəm yerlərini sizin üçün ondan birinci yerə qədər sıraladıq. Görəsən, sizin favoriniz hansıdır? 10-cu yer. Santorini, Yunanistan. Ağ evlər, mavi günbəzlər və möhtəşəm gün batımı. Santorini sanki nağıldan çıxmış bir məkandır. 9-cu yer. Bora Bora, Fransız Polineziyası. Firuzəyi suların üzərində yerləşən möhtəşəm su üstü bunqalovlar və tropik cənnət. 8-ci yer. Kapadokiya, Türkiyə. Göy üzünü bəzəyən yüzlərlə isti hava şarı və qeyri-adi qayalıqlar. Burada mənzərə həqiqətən unudulmazdı. 7-ci yer. Banff Milli Parkı, Kanada. Buzlaq gölləri, qarla örtülü dağlar və möhtəşəm təbiət mənzərələri. 6-cı yer. Maldiv adaları. Şüşə kimi şəffaf dəniz, ağappaq qumlu çimərliklər və tropik cənnət. 5-ci yer. Amalfi sahili, İtaliya. Rəngərəng evlər, sıldırım qayalıqlar və qayaların üzərində yerləşən mənzərəli kəndlər. 4-cü yer. Bernina Ekspresi, İsveçrə. Qırmızı qatar. Alp dağlarının arasından buzlaq gölləri və möhtəşəm mənzərələr boyunca hərəkət edir. 3-cü yer. Pritvise gölləri, Xorvatiya. Zümrüd yaşılı göllər, şəlalələr və valehedici meşələr. 2-ci yer. Zanjiaji, Çin. Buludların arasından yüksələn nəhəng qaya sütunları. Sanki başqa planetdəsiz. 1-ci yer. Farer adaları. Yaşıl çəmənliklər, sıldırım qayalıqlar və insana dinclik verən sirli bir səssizlik. Və dünyanın ən gözəl yerlərindən biri Lənkəran. Bir tərəfdə əzəmətli Talış dağları, digər tərəfdə mavi Xəzər dənizi, yaşıl meşələri, çay plantasiyaları, sitrus bağları və gözəl təbiəti ilə Lənkəran əsl cənnətdir. Lənkəran dağla dənizin qovuşduğu möhtəşəm diyar. Bəs sizcə bu siyahıda ən gözəl məkan hansıdır? Şərhlərdə yazın.